Keyfiyyət tələblər çərçivəsi yoxsa biznes mükəmməlliyi sənəti barəsində danışacağıq. Danılmaz bir şeydir ki, yəni balaca uşaqdan da soruşsaq bu günləri hər şey qiymətlə ölçülür, keyfiyyətlə yox. Belə bir dövrə gəlib zamana çıxmışıq, amma eyni zamanda da bir keyfiyyət mütəxəssisi kimi, yəni bizim bu məsələ ilə bağlı hər düşünürəm ki, bu məsələni belə deyib, əl almağımız lazımdır. Keyfiyyəti əməliyyatların fövqündə bir şey kimi görməkdən, bu mədəniyyətdən uzaqlaşdıqca, doğru mədəniyyətə doğru gəldikcə, onların işinin bir hissəsi kimi görməyə başladıqca bu vəziyyət onda düzələcək. Çünki bizim keyfiyyət mütəxəssisləri, yəni bizim rolumuz nədən ibarətdir? Bizim özümüzdə də götürsək keyfiyyət nədir və keyfiyyətə biz necə yanaşmalıyıq? Burada biraz problemlər var. Yəni bizim də biznes anlayışımız belə deyək zəifdir. Məsələnin kök səbəbini bilməyincə bunu həll etmək mümkün olmayacaq. Keyfiyyət ümumilikdə götürəndə bir istiqamətli baxıla bilən bir şey deyil. Talk now, Chief. I'm making a TV show. Hər vaxtınız xeyir, hörmətli kök səbəb izləyiciləri. Bugün keyfiyyət tələblər çərçivəsi yoxsa biznes mükəmməlliyi sənəti barəsində danışacağıq. Həmsöhbətim Elşad müəllimdir. Elşad müəllim, əvvəlki verilişlərdən tanışdıq, amma yeni baxan izləyicilərimiz üçün özü xahiş edirəm təqdim edeyim və görək bu fərq nədir, nədən ibarətdir? Çox sağ olun əvvələn yenidən dəvət üçün, elə izləyicilərimizi də salamlayıram. Təxminən 20 il əsasən neft-qaz sektorunda keyfiyyət və əməyin təhlükəsizliyi idarə etmə sahələrində iş təcrübəsinə sahibəm. Və bugün danışacağımız mövzu, ümid edirəm, izləyicilərimizin hamısı üçün də çox əhəmiyyətli bir mövzudur. Çünki bu sahənin əməkdaşlarının elə bu ad seçimi ilə verməyə çalışdığımız mesajla bağlı ciddi problemləri var. Bəli. İstəyirik o barədə biraz söhbət edək. Mən düşünürəm ki, Elşad müəllim, bu son vaxtlar, bu xüsusən də sosial şəbəkələrdə, əsasən LinkedIn-də, mən deyərdim ki, bəlkə minlərlə, bəlkə də yalan olmaz da desəm, minlərlə postlara rast gəlirəm ki, hamı keyfiyyət idarə etmə sistemlərinin problemlərindən danışır. Bilmirəm, mən bu sahədə olduğuma görədir, yoxsa testi daha çox gözümə dəyə çarpır. Amma həllər barəsində o qədər çox belə deyim, ciddi bir necə deyim, addımlara rast gəlmirəm. Əslində doğrudan da keyfiyyət idarə etmə sistemlərinin ümumiyyətlə təşkilatlarda, biznesdə keyfiyyət yanaşması, keyfiyyət idarə etmə sistemlərinin hal-hazırda çoxlu problemləri var. Yəni bugün danılmaz bir şeydir ki, yəni balaca uşaqdan da soruşsaq bu günləri hər şey qiymətlə ölçülür, keyfiyyətlə yox. Belə bir dövrə gəlib zamana çıxmışıq, amma eyni zamanda da bir keyfiyyət mütəxəssisi kimi, yəni bizim bu məsələ ilə bağlı hər düşünürəm ki, bu məsələni belə deyib, əl almağımız lazımdır, buna bir yanaşma göstərməliyik. Ümumiyyətlə, problemlər göstərən odur ki, əsasən keyfiyyət ya düzgün başa düşülmür, təxminən belə desək. Mən gördüklərimi deyirəm, təbii ki, sizin də fikirlərinizin üst-üstə düşər, ya bəlkə də fərqli olsa deyirsiniz. Ya keyfiyyət düzgün başa düşülmür, ya da təşkilatlarda keyfiyyət elə verilişdən, proqramdan qabaq danışırdıq, elə keyfiyyət elə çərçivədən ibarətdir. Yəni bir var, keyfiyyət idarə etmə sistemlərinin tələbləri və yaxud da o tələbləri əks etdirən çərçivələr, yəni ki, standartlar və yaxud da ki, elə əslində divardan asılan çərçivə və onun içində bir parça kağız. Siz nə düşünürsünüz? Yəni problem və yaxud da təcrübədən nə göstərir? Siz dediyiniz kimi, doğrudan da elə bir zaman kəsiyində yaşayırıq ki, keyfiyyət elə bir mövzudur ki, hamı onun barəsində danışmağı xoşlayır. Amma onun real iş mühitində tətbiqinə gələndə biraz təəssüf ki, ürək açan mənzərə görsənmir. Bunu da tək ölkəmizdə yox, ümumiyyətlə dünyanın harasına getsək, oxşar situasiyaları görürük. Belə son illərin tendensiyası bunu göstərir ki, böyük korporasiyalar, böyük holdinglər, böyük qurumlar, şirkətlər, bunlarda iş başında olan mütəxəssislərin belə deyək, hansı sahədən yetişib gəlib o mövqeləri tutmaqlarından da çox şey asılıdır. Əvvəllər, yadınızda varsa, məsələn,
90-cı illər, 2000-in əvvəllərində şirkət rəhbərləri əsasən əməliyyatlar sahəsindən gəlib şirkət rəhbərləri olurdularsa, indi məcburam belə deyəcəm, çox təəssüf ki, hal-hazırda şirkət rəhbərləri o kontingentin içərisində çoxluq maliyyə və təchizat sahəsindən yetişib gəlib şirkət başına çıxan insanlar olur, rəhbər vəzifələrə çıxırlar. Və bu yoldaşlar da o keşməkeşli, hər sahədə olan kimi onların da öz sahələrində keşməkeşli bir biznes yolu keçirlər və onların şirkət idarə etməsində baxışları çox təəssüf ki, ancaq maliyyə yönümlü olur. Bəli. Və bu da istər-istəməz bizim sahənin mütəxəssislərini, keyfiyyət və eyni zamanda həm də səthəm sahəsini, biz düzdür bugün keyfiyyətdən danışırıq, amma bunlar inteqr olunmuş bir sistemlərdir, istər-istəməz hər iki sahənin ikisində də bu negativ təsirlərini qoyur. Yəqin ki, böyük bir zaman kəsiyinə ehtiyac olacaq ki, yəni şirkət idarə etməsini sadəcə maliyyə ilə ölçmə yanaşmasını biz keyfiyyət mütəxəssislərinin yəqin ki, burada köməyinə ehtiyac var ki, biz elə bu verilişimizin də əsas məqsədlərindən biri budur. Biz ümid edirik ki, bu çəkilişə baxan yoldaşların içərisində təkcə keyfiyyət sahəsinin əməkdaşları yox, qeyri sahə, əməliyyatlar sahəsi, təchizat, maliyyə sahəsinin mütəxəssisləri də baxacaqlar və keyfiyyəti əməliyyatların fövqündə bir şey kimi görməkdən, bu mədəniyyətdən uzaqlaşdıqca, doğru mədəniyyətə doğru gəldikcə, onların işinin bir hissəsi kimi görməyə başladıqca bu vəziyyət onda düzələcək. Ümidimiz onadır. Əslində bəli, mən təcrübəmdə də rast gəlmişəm. Tam mən əvvəl işlədiyim təşkilatda ki, biz bu əsasən direktorlar şurası iclaslarına falan ki, məsələn mən şəxsən özüm iştirak edirdim. Məsələn orada da xatırlayıram ki, həmişə əməliyyatçılarla, yəni əməliyyat direktorları, əməliyyat menecerləri və maliyyəçilər arasında həmişə belə deyək də bəlli bir müəyyən bir formatda müəyyən çəkişmələr olurdu. Düzdür, orada yəni bu keyfiyyət aspektindən deyil, amma mövzunu yenə də dəstəkləyir ki, yəni bir əməliyyat rəhbərinin biznesə yanaşması, onun üçün biznesin komponentləri bir maliyyəçi ilə eyni deyil. Yəni əməliyyatçı daha çox real idarə etmə və sahədə yaşanan problemlər, sahənin onların necə idarə olunması, nəyi necə planlaşdırmalıyam ki, hansı nəticəyə alım kimi baxılır. Amma təəssüf ki, yəni mən burada bizim bu hansısa bir ixtisas peşə ilə və yaxud da hansısa bir tərəf seçmək kimi bir şey deyil, yəni bu reallıqdır. Təbii. Yəni maliyyə buna bu cür yanaşmır. Maliyyə üçün iş götürüldü və artıq iş götürüldüsə onun bir maliyyə dəyəri var və o necə baş verəcəksə artıq maraqlıdır. Yəni müəyyən mənada haqlı olaraq bəlkə də maraqlı deyil, çünki baxış bucağı fərqlidir. Yəni məsələyə baxış bucağı fərqlidir. Buradan iki dənə məsələ çıxır ortalığa əslində. Bugünün reallığı budur ki, cold mindset dediyimiz iki mərhələdə formalaşır da. Yəni bir biznesə gələn adamlar artıq bir cold mindsetdə olmalıdır deyə düşünürəm. Yəni keyfiyyət düşüncəsi olmalıdır, formalaşmalıdır. İkincidə artıq işləyənlərin, yəni artıq şirkətlərdə fəaliyyət göstərənlərin cold mindset, yəni keyfiyyət təfəkkürü, düşüncəsi, yanaşması doğru olmalıdır. Yəni bizim indiki hal-hazırda iki istiqamətin hər ikisində də ciddi problemlər var deyə görürəm. İndi məsələn biraz indi ayrıntılara gedəcəyik də yəqin ki. Detallar məsələn mənim üçün bundan ibarət ki, məsələn biz mövcud təşkilatla çalışan işçi idarə edicilər və yaxud da ki, istəyir maliyyəçi olsun, istəyir təchizatçı olsun, və yaxud da kadrlar olsun. Onların hətta bu təkcə ölkəmizdən getmir də məsələn, yəni burada hətta CQI-in tədbirlərində də bunun şahidi olmuşam ki, yəni bu İngiltərədə də, dünyanın başqa yerlərində də bu təxminən aşağı-yuxarı belədir. Yəni bu bizdə belədir, başqa yerdə əladır deyə bir şey yoxdur bu dəqiqə. Yanaşma budur ki, birinci bu insanlar, bu mütəxəssislərin keyfiyyət təfəkkürü çox zəifdir. Keyfiyyət yanaşması, keyfiyyət düşüncəsi çox zəifdir. Və yaxud da az-maz varsa da onların özlərinin mövcud o ixtisasları ki, fəaliyyətdən ki də məşğullar, məsələn deyək təchizatdır, deyək HR-dır, deyək maliyyəçidir. Prosesdə onlar həmin o belə deyək də sahələr o keyfiyyəti üstələyir və unutdura bilir rahatçılıqla. Çünki o qədər zəifdir ki, onu rahatçılıqla unutdura bilir. Və işin ikinci tərəfində bu həmin yəni bu yanaşmanın digər tərəfində başqa bir şey yerləşir ki, bizim keyfiyyət mütəxəssisləri, yəni bizim rolumuz nədən ibarətdir? Bizim özümüzdə də biz niyə görə deyirəm, mən özümü də buna daxil edirəm hətta ki, bizim özümüzdə də götürsək keyfiyyət nədir və keyfiyyətə biz necə yanaşmalıyıq? O da orada da biraz problemlər var. Yəni bizim də biznes anlayışımız belə deyək zəifdir. Biz də fikirləşirik ki, yəni keyfiyyət mütəxəssisi olaraq biz də fikirləşirik ki,
Yəni biznes qaydalar budur. Mən də polisəm, deyək ki. Və mən bu qaydaların belə deyək də CQI-da da çox belə keçən sloqanların biri idi ki, deyir quality is a compliance function. Quality is not compliance function. Yəni keyfiyyət uyğunluq funksiyası deyil də. Yəni uyğunluğu təmin etməkdən ötürü bizim yəni tək iş ondan ibarət deyil. Əgər bu elə olsaydı ki, mövcud problem budur. Yəni keyfiyyət mütəxəssisləri qaydalar var, prosedurları yazmışam, sistemi kağız üzərində qurmuşam, rəhbərlik dəstəyi vermir. Və yaxud da ki, digər proses sahibləri və yaxud da struktura baxanda digər, məsələn, HR keyfiyyət yönümlü deyil və yaxud da keyfiyyət prosedurlarını dəstəkləmir kimi problem yaşayır. Yəni bizim mütəxəssis kimi öz yanaşmamızda olan problemlər, çünki biz biznes təfəkkürü qoymuruq ortaya. Və eləcə də digər tərəfdən baxanda ki, məsələn, biznes mütəxəssisləri, yəni biznes sahəsi müxtəlif, dediyim kimi, HR, nə bilim, maliyyə, o birisi təchizat, onlar da keyfiyyət yanaşmalı, düşüncə tərzi ya zəifdir, ya da işləri onu üstələyir və nəticədə bir belə deyək də bir ayrılıq, yəni bir keyfiyyət iki yol ayrıcında ayrılır. Yəni artıq keyfiyyət olur bir qrup keyfiyyət mütəxəssisinin fəaliyyəti, digərləri isə ki, sən get bunu elə, ay sonu al vur divara, biz də öz işimizlə məşğul olaq. Kəsnə belə olmalıdır. Və qayıdıram bir də o bir məsələyə ki, işin daha fundamental bir şeyi, bugün gələcəyin liderləri yetişir və yaxud da gələcəyin mütəxəssisləri yetişir və təəssüflər olsun ki, onların təhsil aldığı, bu yeri gəlmişik, yenə də təkcə ölkəmizin problemi deyil, dünyanın qlobal bir problemidir. Keyfiyyət düşüncə tərzini formalaşdıran proqramlar və yaxud da yanaşmalar tətbiq olunmur. Yəni bu da bunun digər tərəfi var araşdırmalar nəticəsində və buradan çıxan bir sürü məsələlər var ki, mənə elə gəlir ki, sizin fikriniz maraqlı olacaq. Burada elə bizim sənətimizin belə deyək də tələbi gərəyi baxsaq məsələyə, məsələnin niyə indiki vəziyyətə düşmüşük? Biz deyəndə ümumiyyətlə dünya nəzərdə tuturam bu sahəni hədəfləyib. Məsələnin kök səbəbini bilməyincə bunu həll eləmək mümkün olmayacaq və bir dənə real görsənən tərəfi budur ki, keyfiyyət ümumilikdə götürəndə bir istiqamətli baxıla bilən bir şey deyil. Bunu iki hissəyə bölə bilərik. Keyfiyyətə nəzarət deyə bilərik, bir hissəsinə keyfiyyətin təminatı deyərik. Və işin bu keyfiyyət sahəsində işin çətinliyinin bir səbəbi budur ki, keyfiyyət mütəxəssisləri, sizin də, mənim də tanıdığım mütəxəssislər nə qədər ki tanıyırıq, böyük əksəriyyəti keyfiyyətə nəzarət sisteminin içərisindən yetişir, sonra hansısa bir formada gəlir, həm keyfiyyətin təminatı, həm keyfiyyətə nəzarət üzrə menecer olur və yaxud daha hansısa bir vəzifələrə gəlir. Elə bir keyfiyyətin nəzarət yenə hardasa bir mühəndislik ixtisası kimi qələmə vermək olar. Amma keyfiyyətin təminatı ilə bağlı bir ixtisası yoxdur. Çətin burada, elə istirdim onu deyim. İşin çətin tərəfi budur. Məsələn, adam gəlir, bir qaynaq inspektoru hansısa bir kurs keçir, hansısa bir təlimlərdə olur və yaxud hansısa universitetin hansısa bir ixtisası buna biraz yaxın gəlir. Oradan kök alır sənətdə irəliləmək üçün. Gəlir bir yerə qədər yetişir, amma təəssüf ki, keyfiyyətin təminatı adında bir nə ixtisas, nə bir fakültə, nə bizim ölkəmizdə, nə də dünyanın arasında getsən, çox nadirdir. Nadir hallarda bir şeyə rast gəlirik. Belə bir şey populyar deyil və indi biz həmin bu sırf texniki sahədə yetişmiş, sonra da işin idarə etmə tərəfinə fokuslanmağa çalışdığımız bir dəstə insanlardan söhbət gedir ki, istəyirik ki, bu insanlar biznesi dərk eləsin. Təbii ki, bunların biznesi dərk eləməyə çətin olur. Əks tərəfdə də, yəni məcburan tərəf deməyə məcburuq. Yəni əməliyyatlar və bayaq sadaladığımız digər funksiyalarda da onlar məsələyə ancaq biznes tərəfdən baxırlar və biznesin idarə olunması tərəfindən baxırlar və bu keyfiyyət mütəxəssislərinin çoxluğunda da keyfiyyətin təminatı tərəfinin zəif olduğu üçün orada bir uzlaşma alına bilmir. İstər-istəməz bir uçurum formalaşır. Niyə görə? Çünki normal olaraq şirkət rəhbərliyi, onların öz hədəfləri var, öz strateji məqsədləri var, ora çatılmalıdır və bu uçurum, tərəflərin arasındakı bu uçurum bir ortaq nöqtədə görüşməyə təəssüf ki, imkan vermir. Yəqin ki, bunun həlli hər iki tərəfi o ortadakı nöqtəyə doğru gətirməkdir. Yəni keyfiyyət mütəxəssislərində olan bu boşluqları doldurmaq necəsə ki, yəni onlar keyfiyyətin təminatı tərəfində daha çox inkişaf eləməyə məcburdular ki, bu tərəfdə inkişaf elədikcə artıq onlar biznes perspektivləri genişlənəcək, biznesi daha yaxşı başa düşsünlər ki, onlar şirkət rəhbərləri ilə işləyəndə də onları qane eləyə bilsinlər bu istiqamətə daha doğru, düzgün, daha isti münasibət göstərməyə və onlara izah eləmək lazımdır ki, onlar o halda bacaracaqlar ki, şirkət rəhbərlərinin də keyfiyyətə təminat və keyfiyyətə nəzarəti ancaq divara yapışdırılan bir dənə ISO 9001 sertifikatının həddində görməsinlər. Artıq bunun real iş həyatında onlara verəcəkləri bir faydaları onların görməyincə bu şeyi
əmələ gəlməyəcək. Yəqin ki, bizim çalışdığımız o istiqamət olmalıdır ki, bunu bu bir quality framework anlayışından çıxardıb, yəni hərfi mənaya götürsək, bunu elə çərçivəlikdən xilas eləsək bu sənəti, onu real biznes dünyasının içərisinə sala bilsək, onda bir hardasa belə ifadə edə bilsək, bir barışıq əldə eləmək mümkün olacaq, bir konsensus tapılacaq o halda. Tam yeridir məncə deyərdim ki, elə həmişə necə deyim, qeyri-rəsmi istifadə etdiyim bir şeydir. Keyfiyyət əslində ISO 9001 və yaxud da hər hansı başqa bir çərçivədən daha böyük bir şeydir, daha geniş bir şeydir. Bunu tam mənası ilə, belə tam məsuliyyəti ilə deyirəm ki, yəni sizin də qeyd etdiyiniz kimi keyfiyyət çərçivəsi əslində bizə tətbiq edib və başa düşüb uğur qazanmaq üçün belə deyək, təqdim olunan bir şeydir. Bizim əslində həyatımızı rahatlaşdırmaq üçün bir şeydir. Yəni əslində biz keyfiyyətin dərinliklərinə, keyfiyyət idarə etməsinin dərinliklərinə gedəndə, oradakı toollara, oradakı yanaşmalara baxanda o öz-özlüyündə böyük bir belə deyək də dəryadır, böyük bir okeandır əslində. Yəni framework isə bizə, yəni o çərçivə bizə əslində biznesdə ondan necə istifadə edəcəyik, onu təqdim edir, amma biz də o çərçivəni çərçivə edib divara asmışıq və yəni burada yanlış anlaşılmasın, çünki bizim deməyimiz söhbətimizin məğzi ondan ibarət deyil qətiyyən ki, ISO 9001 lazımsız bir şeydir. Yox, çox gözəl standartdır və eləcə də API, eləcə də başqa standartlar və yalnız düzgün yanaşılsa, yəni bu bir təşkilatın uğur qazana bilməsi üçün, keyfiyyətli sistemi düzgün idarə edə bilməsi üçün qoyulan bir çərçivə, tələblər çərçivəsidir əslində. Amma keyfiyyət öz-özlüyündə və burada əsas sözümü ona gətirmək istəyirəm ki, maraqlar toqquşmayana gedəcək. Məncə bu düzəlməyəcək. Bəli, onu yaşayırıq. Daha dəqiq desək, maraqlar uzlaşmayana qədər. Bəli. Çünki əgər biznesin, sahibkarın biznes maraqları və keyfiyyət sisteminin maraqları hardasa kəsikirsə, sahibkar başa düşsə ki, bu sistemin ona hansı faydaları var və yaxud da eyni zamanda keyfiyyət sahəsi biznesi anlasa və buna bir-birinə kömək etməyə başlayarlar və daha bir-birinə belə deyək, dəstək olmağa başlayarlar. Ən sadə bir misal desək ki, məsələn, keyfiyyətin dəyərini hesablaya bilsək, ki, bu gün çox nə qədər keyfiyyət mütəxəssisi tanıyırıq ki, cost of quality hesab edib biznes liderinin qarşısına qoyub təqdim edə bilir ki, baxın, bizim biznesdə keyfiyyət əgər lead olsa, yəni hakimiyyətdə keyfiyyət olsa, bizim biznesin uğurları bundan ibarət olacaq və bizim hansı israfların və hansı zərərlərin qarşısını almış olacağıq. Ondan sonra nə qədər mütəxəssis tanıyırıq ki, nə qədər daha doğrusu sahibkar bundan belə necə deyim, bunu geri çevirə bilər. Sadəcə iş biznes qurulanda fokus daha çox belə deyil, diqqət mərkəzi gəlirliliyə söykənir. Yəni əgər bu gün keyfiyyət sistemi gəlirliliyi dəstəkləyirsə, bu sahibkar bunu istər-istəməz qucaq açacaq, mənə elə gəlir. Ümid eləyərək ki, yenə də bizim bu çəkilişə elə sahibkarlar, şirkət rəhbərləri də baxacaq. Orada bir dənə onların eşitməyə ehtiyac olduğu bir dənə şey də əlavə etmək istəyirəm. Yəni hətta bu cost of quality dediyimiz, yəni keyfiyyətin xərci və yaxud keyfiyyətin dəyəri dediyimiz sistemin özünün yaradılıb bir şirkətdə tətbiq olunması məsələsində də rastlaşılan bir xoşagəlməz hal o da budur ki, məsələn bunun adını eşidiblər bəzi müəssisələrdə, istəyirlər bu olsun onlarda. Onun belə formalaşmasında şirkət rəhbərləri başa düşməlidir ki, burada keyfiyyət şöbəsi geçsin, bunu yaratsın yanaşması tamamilə səhvdir. Yəni bunlar belə deyək də, necə ki bir böyük şirkətlərin hansının qapısına açıb içəri girirsən, orada məşhur bir ibarə hər yerdə hamının yazdığı, gündə 1000 dəfə qabağından keçdiyi bir şüar var. Keyfiyyət və səthəm hər birimizin məsuliyyətidir. Yəni bunu doğrudan da hiss edib, bu işin içində mənim məsuliyyətim nədir deməlidir şirkət rəhbərləri. Çünki keyfiyyət dünyasında dediyimiz bu empowerment, yəni səlahiyyətləndirmə məsələsinə diqqəti çəkmək istəyirəm. Yəni şirkət rəhbərləri bu sahənin mütəxəssislərini kifayət qədər səlahiyyətləndirməli, həm də kifayət qədər dəstək verməlidirlər ki, bu keyfiyyət mütəxəssisləri şirkət daxilində bu sistemi qura bilsin. Yəni o xərclərin keyfiyyətlə əlaqəli xərclərin hesablanması öz-özlüyündə şirkətin kompleksliyindən asılı olaraq çox fərqli belə deyək də ölçülərdə qurula bilən bir şeydir. Yəni bunu kimsə bizə eşidib inşallah səhv başa düşməsinlər ki, sabah gedib şirkət rəhbərləri öz keyfiyyət menecerinə desin ki, bax get mənə cost of quality-ni hesabla gətir qoy bura. Bu keyfiyyət menecerinin təklikdə iş masasında hazırlaya biləcəyi bir şey deyil. Bunu da eləyib ortaya ərsəyə gətirmək üçün yenə də şirkət rəhbərlik heyəti, yəni menecment komandası bunlar birlikdə çiyin-çiyinə verilib bunu əvvəl yaratmalıdırlar. O yaradandan sonra, o ortaya gələndən sonra artıq şirkət rəhbərinin əlində hər bir diviziya rəhbərinin, hər bir şöbə müdürü və yaxud departament rəhbərinin
öz sahəsində olan məsuliyyətini daha da çoxaltmağına nail ola bilər. Əks halda yenə də qalacaq söz həddində, yenə də deyəcəklər ki, quality mütəxəssisləri bu şeyi eləmədi, biz gözlədik, amma bu şey ortalığa çıxmadı. Yəni, təəssüf belə şeylərdə rastlaşılır. Təbii ki, bu ümumiyyətlə belə quality misconception desək, yəni ki, keyfiyyətin düzgün anlaşılmaması əslində elə işin əsas mənə gəlir kökündə gedib o dayanır. Çünki nə biznes sahibi, nə digər funksiyalar dərinə getsək, bəzi keyfiyyət mütəxəssisləri özü keyfiyyətin tam olaraq nəyə və nə üçün xidmət etdiyini məncə bizim burada sualımız var. Yəni bu mən bu sual altına qoymaqla yəni müəyyən dəlillərə əsaslanıram deyirəm. Yəni ki, keçirilən surveylər var, keçirilən sorğular məsələn var ki, sübut edir ki, keyfiyyəti biz daha çox quality control function olaraq, compliance function, uyğunluq ölçməyi, keyfiyyət nəzarət funksiyası olaraq görürük. Yəni bunun da fundamental səbəbləri var əslində. Çünki keyfiyyət anlayışı, insanların keyfiyyəti kəşf etmələri keyfiyyətə nəzarətdən başlayıb. Bəli. Yəni bu tarixinə keyfiyyətin getsə, yəni orta əsrlərə, yəni hələ heç sənaye inqilabları falan yox olmamışdan qabaq, yəni ilk keyfiyyət anlayışı keyfiyyətə nəzarət anlayışı olub. Bəli. Yəni məhsul istehsal edən onun nəticədə keyfiyyətli və gözləntilərə qarşılayamamağını müəyyən belə deyək, formalaşmış gözləntilərə qarşılaşmayacağını ölçmək üçün aparılan bir prosesdən ibarətdir, fundamental olaraq. Yəni bu da ona gətirib çıxardır ki, yəni artıq insanların keyfiyyət deyən təfəkkürdə odur ki, hə, mənim istifadə etdiyim məsələn bu keyfiyyətlidirsə, hə, bu rəngi yaxşıdır, xoşuma gəlir, hə, məsələn qulpu var, demək ki, bu keyfiyyətli sayıla bilər. Amma ki, bu subyektiv bir yanaşmadır təbii ki, məsələn mənə görə keyfiyyət bir şeydir, sizə görə başqa bir şey ola bilər. Çünki bu bizim gözləntilərimizdən və tələblərimizdən asılı olaraq dəyişən bir şeydir. Amma işin kökünə gedəndə biraz da yəni bunun həlli mənasında bu təfəkkürü dəyişmək lazımdır. Təfəkkür düzəlməlidir. Birinci ən rahatı budur ki, bu sahədə çalışan insanlar bunu öz üzlüyündə dərk etməlidir ki, keyfiyyət nədir? Yəni keyfiyyət necə yanaşılmalıdır və sistem anlayışı nədir? Ümumiyyətlə standartların, çərçivələrin özünün tətbiqində nə qədər problemlər var. Məsələn, çərçivəni götürüb standartı, tələbləri götürüb tətbiq edirik. Amma şirkətin əhatə fəaliyyət sahəsi nədən ibarətdir? Şirkətin həcmi kiçik şirkətdir, orta sahibkardır, böyük sahibkardır. Yəni bəzən çox artırmaqla dozanı görsən ki, artıq bürokratik şeylər, əngəllər yaradırıq və artıq biznes keyfiyyətin yaratdığı əngəlləri məcburdur kənara qoysun. Bununla da keyfiyyət özü kənarda qalmış olur. Bəzən çox yüngül tuturuq, görsən ki, bu da maneçilik yaradır, istər-istəməz. Yüngül olduğuna görə heç kim ciddiyə almır, onlar da yenə kənarda qalır. Yəni əslində o çərçivələr özü bizə rahatçılıq gətirmək üçün, biznesə rahatçılıq gətirmək üçün yaranmış olsa da, əslində onun özü ilə gətirdiyi bərabər nə qədər də əngəllər var, nə qədər maneələr var ki, keyfiyyət mütəxəssisləri onu düzgün analiz edib, düzgün oturtmağı bacarmalıdır. Tamamilə doğrudur. Biz hətta təlimlərdə belə çalışırıq iştirakçılara əsas, məsələn, məhz ISO standartları barədə danışırıqsa, o ISO standartlarının əvvəlki bəndləri, məsələn, təşkilatın mahiyyəti hissəsinə imkan qədər daha çox yer ayırırıq. Niyə? Çünki bütün keyfiyyət idarə etmə sisteminin uğuru asılıdır təşkilatın mahiyyətinin düzgün dərk olunmasından. Yəni bunu keyfiyyət mütəxəssisi özü standartın bu tələblərini, yəni bu çərçivənin bu tələblərini düzgün başa düşüb, düzgün tətbiq eləyərsə əgər, yəni orada güzəşt eləməsə, yerdə qalan məsələlərdə yavaş-yavaş hər şey öz yerinə oturacaq. Çünki o təşkilatın mahiyyəti istəyir, daxili məsələlər istəyir, xarici məsələlər istəyir, maraqlı tərəflər, onların gözləntiləri, tələbləri və s. Yəni bunu təbii ki, heç bir keyfiyyət mütəxəssisi təklikdə işləyə bilməz. Məcburdur yenə də şirkətin rəhbəriyyət heyəti ilə birlikdə işləsin. Bu da onların cəlb olunması demək olacaq. Yəni çox təəssüf indi öz sahəmizdə olan kolleqalarımızın da biraz belə deyək də nöqsanlarını deməyə məcburuq. Təəssüf adətən kimsə hansısa bir şirkətdə belə deyək, əsasən də bu aid olur yenicə menecer vəzifəsinə təyin olunan yoldaşlara. Onlar əvvəlki iş təcrübələrindən öyrəndiklərini gətirib tətbiq edib, onu bir balaca bu şirkətə uyğunlaşdırmaqla kifayətlənməyi istəyirlər və fikirləşirlər ki, bu kömək edir, vəziyyəti həll edir. Amma bu əksinə, bu keyfiyyət mədəniyyətini ciddi şəkildə görürük şirkət daxilində. O necə də bilsə belə, əlində dünya qədər material olsa da belə bu sahə ilə əlaqədar gərək olan hamısını kənara qoysun və o şirkət üçün onu o şirkətə uyğun şəkildə biçsin. Yəni onu da bu biçdiyi halda məcbur olacaq şirkət rəhbərliyini buna cəlb eləsin və onların da bu prosesə cəlb olunması, şirkətin keyfiyyət yönümlü risklərinin düzgün müəyyənləşdirilməsi, onların düzgün qiymətləndirilməsi, istər sosial mövzularda, istər texnoloji mövzularda, istər digər mövzularda. Bunları bir-bir düzgün analiz eləməyə məcbur olsalar,
artıq düzgün keyfiyyət idarə etmə sistemi formalaşacaq və o konfliktlər olmayacaq. Razıyam. Əslində elə mövzumuzun adı ilə də bağlı çox uyğun gəldi ki, yəni əslində buna keyfiyyət deməsək də daha uyğun gələr. Bəli. Deməsək mi bəlkə? Adam biraz fikirləşir. Mən hərdən bir Keçən çox üzr istəyirəm, bu fikrimi tamamlayım. Keçən bir postda keyfiyyət, əslində keyfiyyətin düşməni də keyfiyyət özüdür. Bəli, bəli. Və söz olaraq özüdür. Çünki keyfiyyət deyildiyi müddətcə insanların indiki keyfiyyət konsepsiyası, yəni keyfiyyəti anlaması, keyfiyyəti bütün o funksionallığını izolyasiya edir, kənara qoyur. Çünki söhbət keyfiyyətdən gedir, yəni məhsulun keyfiyyətində. Bu mənim işim deyil. Bu maliyyə nə aidiyyatı var ki? Yox. Təchizata nə aidiyyatı var ki? Amma halbuki standartlarda da var, məsələn, API bunun yeri gəlmişdən ki, çox gözəl dəqiq qeyd olur. Deyir ki, nəticə etibarilə məhsulun və xidmətin son nəticədə keyfiyyətinə təsir göstərən bütün amillər kritik amillər hesab olunur. Yəni o deməkdir ki, təchizat işin içindədir. Nömrə 1. Bəli. Kadrlar, resurslar işin içindədir. Nömrə 1. Yəni burada nömrə 2 yoxdur. Müqavilələr, daha necə deyim, maliyyə məsələləri, düzdür, şərt maliyyə deyəndə təkcə maliyyə pul saymaqdan ibarət deyil. Orada bir sürü şeylər var, tələblər var. Və s. və ilaxır ki, məsələn, avadanlıqlar, əssetlər, yəni ki, aktivlər, bütün hamısını götürəndə, hamısı podratçılar özləri olsun. Bütün bu amillər əslində görürsən keyfiyyətin, nəticə keyfiyyətli bir şey almaqdan ötürü bu prosesdə iştirak edirlər. Yəni o zaman buna nəyinə keyfiyyət deyilir? Bu əslində biznesin mükəmməlliyi deməkdir. Tamamilə doğru. Yəni bu mükəmməlliyi də əldə etmək üçün buna yəni ona nə ad qoyursan qoy, amma nəticə yaxşı olsun. Bəli, biz istədiyimiz təki olsun, adını necə istəyiriksə, sonra hamılıqca məsləhətləşib qoyarıq, o bir şeydir. Bu yaxınlarda bir təlimlərimizin birisində bir şirkət rəhbərliyi iştirak edirdi. Çox sevindim buna. Şirkətin istehsalat xəttinin rəhbəri, şirkətin təchizat xəttinin rəhbəri. Çox gözəl alındı. Çox gözəl bir təlim alındı və orada məhz bu mövzu təxminən müzakirə olundu. Orada mən bir yarı zarafat bir söz dedim. Dedim ki, əslində keyfiyyət mütəxəssislərinin çalışdığı bir söz nədir? Çalışdığı budur ki, bir gün gəlsin dünyada keyfiyyət mütəxəssisi olmasın. Hamımız işsiz qalaq, özümüzə başqa iş axtaraq. Bir gülüşmə də düşdü orada. Amma işin həqiqəti budur. Oradan da keyfiyyətin məqsədi budur ki, hər bir sahə, hər bir ixtisasın özünə məxsus tələbləri var. Keyfiyyət bundan başqa bir şey demək deyil. Və o tələbləri düzgün əməl eləmək şirkəti gətirib həmin o biznes mükəmməlliyinə çıxartmalıdır. Və bizim buna da biz başqa adından keyfiyyət deyirik. Başqa adından keyfiyyət deyirik. Çünki leksikonumuzda bunu ifadə edəcək başqa bir söz ixtisas adı olaraq yoxdur. Amma madəm ki, bu söz bizə mane olur, yox, gəlin bu gündən buna elə o cür deyək, biznes mükəmməlliyi sənəti. Gəlin bu sahənin sənətkarını yetişdirək. Amma razılaşaq ki, keyfiyyət sifətdə də intiqsas olaraq dilçilik baxımından da baxsaq, keyfiyyət yəni isim deyil, keyfiyyət sifətdir və bir şeyin göstəricisidir. Yəni bizə deyək ki, biznesin yaxşı idarə olunması, düzgün olunmasına biz nəticə etibarilə gəlib çıxır keyfiyyətli məhsul və yaxud da xidmətə. Yəni bura hər hansı nə təsir göstərə bilirsə, hamısı öz işini keyfiyyət çərçivəsində qurmalıdır. Yəni hər bir işin, HR-ın da özünün işinin keyfiyyəti var, müqavilə, kontrakt, kommersiya və yaxud da maliyyə, bütün təchizat. Yəni hamının öz işində bir müəyyən çox doğru qeyd edilir ki, tələblər var və o tələblər obyektiv tələblərə söykənib iş görürsə və nəticə alınırsa, bu funksiyanın, bu prosesin özünün keyfiyyətidir. Proseslər də ayrı-ayrıqda keyfiyyətli olandan sonra sistem də keyfiyyətli olur və nəticə də keyfiyyətli olur. Təkmilləşmə də budur. Keyfiyyətin də istədiyi budur. Yaxşı danışdıq. İnşallah tətbiq eləməkdir bizim elə hamımızın boyundan, əsas da izləyicilərin. Bəli. Məmnuniyyətlə həmişə hazırıq bu sahədə hər kəslə əməkdaşlıq eləməyə. Əlimizdən gələn qədər, yəni bu barışığı hasil eləmək üçün varıq. Bəli. Çox sağ olun. Bizə ayrılan vaxt məncə çox sürətlə getdi həmişə kimi. Xudahafiz. Gələn dəfə görüşənə qədər. Sağ olun. Sağ olun, sağ olun.